Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə Mədəniyyət gücümüzdür, həmrəylik birliyimizdir şüarı altında bayram tədbiri keçirilib. Tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət və ictimai təşkilatların təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Özbəkistanda yaşayan Azərbaycan diasporunun üzvləri və soydaşlarımız iştirak ediblər. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikası və Özbəkistan Respublikasının dövlət himnlərinin səsləndirməsi ilə başlayıb. Çıxış edən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev təbrik sözü ilə çıxış edərək iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib. Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birliyimizin və həmrəyliyimizin bariz ifadəsi olduğunu qeyd edib. O, hər iki ölkə prezidentlərinin sayəsində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın müttəfiqlik səviyyəsinin yüksəldiyini qeyd edərək, bunun humanitar və mədəni əlaqələrin genişlənməsi üçün də möhkəm zəmin yaratdığını vurğulayıb. O, hər iki ölkə prezidentlərinin sayəsində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın müttəfiqlik səviyyəsinin yüksəldiyini qeyd edərək, bunun humanitar və mədəni əlaqələrin genişlənməsi üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Konsert proqramının musiqi hissəsində Azərbaycanın tanınmış xanəndəsi Rəvan Qaçayev və gənc müğənni Ülkər Abdullayeva çıxış ediblər. Teatr sənəti Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Xarı Bülbül teatr truppası tərəfindən təmsil olunub. Sonra Qarabağ Səfəri rəqs ansamblinin çıxışları nümayiş etdirilib. Milli rəqslər xalqımızın tarixi yaddaşını, milli qürurunu və birlik ruhunu əks etdirib. Tədbirin sonunda mükafatlandırma mərasimi keçirilib. Mərasim zamanı Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirak edən yaradıcı kollektivlər və ictimai fəallar təltif olunublar. Mükafatlandırılanlar teatr sənəti, milli rəqs, təsviri incəsənət, eləcə də televiziya və media sahələrini əhatə edib. Bayram tədbiri yeni il münasibəti ilə səsləndirilən xoş arzularla başa çatıb, Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub. Kənan Hüseynov, İldırım Musayev, TV1.